Salam dostlar, bu gün dostlar sizlərə Standoff 2-də dostlar necə bomba, molotov, smoke, flaşı dostlar bir tıkda necə ən uzaq məsafəyə atacağınızı göstərirəm dostlar. Dostlar ilk öncə dostlar giririk ayarlara. Dostlar buradan kontrolləri və özəlləşdirməyə basırıq dostlar və burada bombanın üstündə dostlar ikinci partlayış tuşu var dostlar. Bu sizdə dostlar belə olacaq. Dostlar bunu aktivləşdirin. Aktivləşdirəndən sonra dostlar isə qaydırıq yəni oyun içinə dostlar və smoke falan yəni fərqi yoxdur dostlar. Bir tıkda dostlar gördüyünüz kimi ən uzağa atırıq. Necə yaxın atacağıq dostlar onu da göstərim. Sağ üstdə də dostlar məndə də ikinci tuş var. Bunu da dostlar belə basana yaxın atırıq dostlar. Dostlar bu bilgini Standoff 2 oyuncuların nə qədər çoxu bilsə də, nə qədər də bilmirdi. Ona görə dostlar bu məlumatı sizə verdim. Gələn videolarda görüşmək üzrə.